sabahınız hayırlı olsun. Değerli izleyiciler, bu ördəklərin akazan eləmişik. Çünkü bunları öz başına koyduk. Həyətin ön hissəsini yaman günə qoydular. Şimdi bunları belə bura damlamışıq. Ya hadi. Selam. Oldular bunlar burada. Çünkü indişkalar birazdan tüyoklar işe çıkanda bunlar yeniden dama girmelidirler. Çünkü bunlar bir yerde alınır. Ama həyətin ön hissəsini yaman güne koydular. Layıklı ceza yersiz mükafattan yaxşıdır, burada deyilir. Necə deyilir ki, görülən işdən gül iyisi gələr. Dünən buralar nə vəziyyətdəydi, bugün artıq gülə çiçəyə döndü. Mən o şagirdəm ki, məktəbim öz evimdir. Qəfil öyrəndim bu sirri ki, müəllimim öz qəlbimdir. Əlimdəki qələm mənim zərif məna yazanındır. Qələm seyrə çıxan zaman sözə dayaq tutanımdır. Söz mücüsü varsa əgər bugün Rəbbin bəyanıdır. Fələk özü qəlb evimdən öz hikmətli, təlim verici, ibrətli sözlərini yayanımdır. Mən Allahın lütfu ilə tarixin sinəsini də vaxt beləcə yuyub təmizləmişəm. Quranın sinəsindən dür sözləri seçib bir telə düzmüşəm. Həqiqətən bu Quran bütün bəşəriyyəti ən doğru yola yönəldir. İslam'a ve yaxşı işler görüp doğru sözler söyleyenlere mükafatlar vəd edir. Rəbbimdən diləyirəm ki, bu mükafat yarattığı bəndələrin hamısına nəsib olsun. Bu bugünkü halı. Ama indi buranın ördəklərin belə azad burada özləri üçün yaşadıkları vaxt dünənki halı. Mənim də bugünkü işim hava xoşdur. Ördəklər görürsən harda əyləşib batırıb buraları. Belə gördüyüm bunları təmizləməkdir. Buraları biraz qazıdım. İndi burada böyle qazıntı işlerine məşğulam. Bunu bilirsənmi? Gəldim nəyə yoğur indi. Deyir, necə deyir, tarixin sinəsindən deyir, kirli. Artıq deyir, çürümüş, pit düşmüş, iyi verən fikirləri kənara edib, qəlbində Allah'ın yarattığı her bir ister canlı, ister cansız əsərləri şükürlə qəbul et. Elə necə mən yaratmışam, elə də şükür et. Bax və şükür et. İndi mən də məsləhətinə şükür deyə bu ördəyin bir vaxt Hindişkanı təmizləyirdi. Belə təmizləyirdi. Onları düzgün çəkməmişəm. Sonra quzuları süpürməklə, təmizləməklə məşğul oldum. İndi də ördəklərin yerini. Bundan sonra nə sınaq var? Allah'a xoş. Mənə qəbul günə buralar. Burada bax, mən burada
qozu qırıb, bax bu nəcisin içində. Ora yığıram, onu da manqala atıram. Bax burada. Və şükür edə-edə mən bunu edirəm. Məsləhətinə şükür deyə-deyə son günlər barışıram hər şeylə. Ona qədər biraz baxırdım, əsəbləşirdim. İndi, yəni qəlbdə qəbul edirəm deyirdim, amma qəlbimdə hiqqə zad var idi. İndi onların hamısına şükür edirəm. Tam səmimi qəlblə mən bunu qəbul edirəm. Bax belə indi buraları qazıyım, təmizləyim. Hələ bu stolun üstünə bax belə oturduğumuz bu stolların üstündə əyləşib öz işlərini görüblər, ördəklər. Bugün hava xoşdur, ona görə dedim bugün təmizlik işlərinə məşğul olun. Bəli, Allaha xoş, bizə qəbul. Buraları belə təmizlədikcə, qazıdıqca məni xəyalım aparır. Bu yan qalıb biraz, indi istirahət edirəm. Bunları da təmizləyəcəm. Bitəcək, amma xəyalım məni, bilirsənmi, hara apardı? Quranın sinəsinə Əl-Bəqərə, İnək surəsinə. Yəni Allah Teala deyir ki, necə bu ördəklər buraları əvvəl hündüşkalar batırdı, deyindim, o yana keçirdi. Sonra ördəklər batırdı, nə bilim, belə də bugünə qoydu. Biraz təmizlədim, sonra təmizləmədim, nə qədər olar dedim hər gün. Adam nəyəğin altı bu şəkildə olsun. Nəhayət ki, mən bununla barışdım. Dedim ki, ya Rəbbim, sənə xoş, mənə qəbul, elə belə gəzdim bunların üstündə. Yəni, ürəyimi bulandırmadan. Ördəklər də getdi ayaqdama. Amma indi mənim qəlbim də getdi Quranın sinəsindən Əl-Bəqərə, İnək surəsinə. Yəni, Allah Teala deyir ki, mən bu Quranın sinəsini boş sözlərlə, bax, inək neynir? Batırır da, peyinləyir bütün aləmi. İnsanlar da deyir, bugünə qədər bu peyinə bənzər deyir, sözləri deyir insanların, belə öz başına bıraxıb, Allah Teala ağılda özüd yaradıb, amma öz başına da bıraxıb, kim nə deyir, deyib, icazə verib də, bax bu ördəklər necə buraları batırmışdı, necə bu təmizləyirəm, indi bunları, indi mən Quranın sinəsini də belə təmizləyib, harda belə artıq iy verən, nə deyim sənə, çürüyən, pit düşən sözləri ki, təmizləyib, çıxartıb üzə, ki, yəni, ay bəndə, yer üzərində hər şeyi çəkib çevirən mənəm, öyünməyin, sinənizə döymüyün, özünüzü çox bilmiş bilməyin. Bütün elmlərin ustadı Rəbbinizdir. Siz sadəcə böyük bir sınaq, böyük bir imtahan içərisindəsiniz. Qarşınızda hər nə şəkildə insan görürsünüzsə, onu olduğu kimi qəbul edirsinizsə, şükür yaradana deyirsinizsə, bu imtihandan keçmiş olursunuz. Kimə səs ucaldırsınızsa, kimi tənələyirsinizsə, kimi təhqir edirsinizsə, kiminlə təkəbbürlə davranırsınızsa və s. İlaxır, siz bunu mənimlə etmiş olursunuz. Ona görə də bataqlıqdan, bu peynin içindən çıxa bilmirsiniz. Bax, indi bunu mənə qəlbim belə izah etdi. İndi isə yumaqla məşğulam. Qəlblərdən çirkab sözləri yuyub təmizləmək təsviri ilə təmizlənəndən sonra da Allahın lütfi ilə hər qəlbdə yalnız Allahın istədiyi bizdən
istədiyi səmimiyyət, insanlıq sevgisi, hürmət, mərhəmət, lətafət, sadəlik, ədəb qaydalarına riayət, təvazökar davranmaq, gözəl xasiyyətə sahib olmaq və özünü dərk etmək. Hər bir kəsin özünü dərk etmək, fikirləri, hikmətləri qəlblərdə qalmasını, çirkablarla digər sözlərin yuyulub axıdılmasını bir olan Allah'tan diləyirəm, amin deyirəm. Bu tərəf uşa gül kimidir, qaldı bu tərəf. Bu tərəfdə belə, təmizləmişəm, yenə də təmizləmək lazımdır ki, çirkab qalmasın. Tarixin sinəsi də belədir. Orada çirkab saxlamaq olmaz. Bunu da bax belə, bütün kirli, zərər verici, insana xeyir gətirməyən sözləri hamısını təmizləyib çölə atmaq lazımdır. Bu da işin sonu, gül kimi yoldu hər yer. Bu da son məqam. İnsan istəyirmi sağlam yaşasın? Gərək ürəyindəki çirkabları silib, yuyub, kənara atsın. Bax belə şəffaf su kimi dupdurur, qəlb gərək təmiz olsun ki, insan sağlam addımlasın. Kini, küdurəti, nifrəti, bədduanı, qeybəti, təkəbbürü, mənəmliyi, xəbərçilik edib şər-böhtan söyləməyi gərək qəlbindən yusun, bax beləcə axıtsın ki, doğru yola çıxa bilsin. Təbii ki, Allah nəsib edərsə. Amin.